Урок 11. Грамматика. Таблица 1. Cədvəl 1. Выражение принадлежности. Так, deməli, bugün sizlə öyrənirik. Əgər mənsubiyyət tipli cümlələr qursaq, bu vaxtı qabaqda u olacaq. Gördüyünüz kimi u qoşması qabaqdadır. Sonra yəlik halda əvəzliklər olacaq. Меня, тебя, него, нее, нас, вас, их. Yəni ki, mənim, у меня deyəndə mənim. Sonra есть, yəni var. У меня есть карандаш, mənim qələmim var. У тебя есть карандаш, sənin qələmin var. У него есть ручка, kişi cinsini göstərir, onun ruçka qələmi var. У нее есть упражнение, qadın cinsi, onun çalışması, tapşırığı var. У нас есть новости, bizdə yeni xəbərlər var. У вас есть dom, tutaq ki, başqa bir isim qoya bilərik, sizin eviniz var. У них есть родители, onların valideynləri var. İndiki zamanda əgər mənsubiyyət tipli cümlələr qursaq, deməli, qabaqca nə olacaq? U qoşması, sonra əvəzliklər, bundan sonra есть, sonra isimlər adlı halda olacaq. Bu tip cümlələr keçmiş zamanda da qurula bilər. Aşağıya baxın, у меня был, была, было, были. Deməli, həmin cümlə keçmiş zamanda quruldu. Və bu vaxtı bilirsiniz ki, быть ismin cinsinə görə dəyişir. Kişi cinsi olduğu üçün у меня был карандаш, mənim qələmim var idi. Ручка qadın cinsidir, у меня была ручка, mənim qələmim var idi. У меня было упражнение, mənim tapşırığım var idi. У меня были новости, məndə yeni xəbərlər var idi. Demək, indiki zamanda есть, keçmiş zamanda быть-la qurulacaq bu cümlələr. Amma əgər bu tip cümlələr məkanla bağlı olarsa, məsələn, в Москве есть театры, Moskvada teatrlar var. Qabaqda məkan adı qoyulur, sonra var, есть, sonra isim adlı halda. В России есть старые города. Rusiyada köhnə şəhərlər var. Amma əgər bu tip cümlələri biz mücərrəd isimlərlə qursaq, onda есть sözünü işlətməyə ehtiyac yoxdur. Misal üçün, burada yazıbdır. Görürsünüz, yazıb, у меня есть плохой характер. Есть sözünün üstündən xətt çəkib. Mənim pis xəssiyyətim var. Deməli, у нее красивая улыбка. Onun gözəl təbəssümü var. Есть sözünü işlətmirik bu vaxtı. Mücərrəd isimlər işlənəcəkdirsə, bu vaxtı yes sözü işlənməyəcək. Bu tip cümlələrə əgər sual qoysam, bu sualı, baxın, у вас есть карандаш, sizin qələminiz var, qabağa unu qoydum. У тебя есть ручка, sənin qələmin var və s. Yəni, sənin, mənim, onun, bizim, sizin əvəzliklərlə işlənərsə, qabaqda u olacaqdır, sonra əvəzlik olacaq. Bu tip qurulacaqdır cümlələr, sual cümlələri. Əgər desəm, что у тебя есть, səndə nə var? Necə qələm var? Belə də qura bilərəm cümləni. Какая ручка у тебя есть? Necə qələm var səndə? Demək, bu tip cümlələrə sual qoysam, 3 formada qoya bilərəm. Qabaqda əvəzliyi qoya bilərəm. У меня, у тебя. İkinci, nə var səndə? Üçüncü, necə qələm var səndə? Eynən keçmiş zamanda da bu qaydadadır. У тебя был карандаш. У тебя была ручка. Deməli, быть burada ismin cinsinə görə dəyişdi. Sənin qələmin var, sənin qələmin var idi. У тебя была ручка. Bu da eyni cümlədir. Sənin qələmin var idi qadın cinsində. Какая ручка у тебя есть? Necə qələm var səndə? Necəliyindən soruşdum. Və что у тебя было? Səndə nə var idi? 3 formada həm indiki, həm keçmiş zamanda qoyduq. Məkanla bağlı olarsa, где, bir də что ikisindən başlaya bilir. Что есть в Москве? Nə var Moskvada? Где есть teatrı? Harada teatrlar var? Deməli, həm что ilə, həm где ilə başladı. Və əgər mücərrəd isimlərlə cümlə qurulacaqsa, какой у тебя характер? Buna artıq какой ilə başlaya bilərik. Какая у нее улыбка? Какой у тебя характер? И так далее.
Geçdik tablitsa 2. Tablitsa 2'də risavat feilini veribdi. İndiki zamanda və keçmiş zamanda dəyişibdi. İndiki zamanda bilirsiniz ki, şəxsə görə dəyişir. Ya risuет, risuешь, он рисует. Мы рисуем, вы рисуете, они рисуют. Mən çəkirəm, sən çəkirsən, o çəkir. Biz çəkirik, siz çəkirsiniz, onlar çəkirlər. Keçmiş zamanda on risaval, ana risavala, они рисовали. Hər biri o çəkdi, onlar çəkdi mənasına gəlir. Və sonuncu tablitsa 3 biz bu vaxtı исключение множественного числа. Müəyyən isimlər cəmdə bilirsiniz ki, istisnaya düşmüşdü. Bunlar 5 yolla düzəlir. Birinci, mek znak ya vasitəsindən düzələnlər. Görürsünüz, друг, друзья, братья, сыновья. Misal üçün, dostlar, qardaşlar, oğul evladları. İkinci, eri vasitəsindən düzələnlər. Materi, doçeri, analar, qız evladları. Üçüncü, a artırılaraq düzələnlər. Qarada, şəhərlər, dama, evlər, sveta, rənglər. Və dördüncü olacaqdır kökdən dəyişən sözlər. Rебенок bir dənədir, дети, uşaqlar. Rебенок uşaq, дети, uşaqlar. Человек bir adam, люди adamlar cəmdə. Və sonuncu, beşinci olacaq heç dəyişməyən sözlər. Rus dilində müəyyən tip sözlər var ki, o sözlər cəmlənmir və dəyişmir, hallanmır. Bu sözlər kafe, kofe, hobbi, metro, taksi və palto və s. Bu sözlər əzbər öyrədilir.